koçlar həm günəş, həm də ayın bu bürcdə olması səbəbindən bu yeni ayın, yəni 14 günlük mərhələnin ən gözdə olan fiqurlarıdır. Onların ümumiyyətlə imicində, zahiri görünüşündə, özəlliklə ətrafa yaydıqları vibe'da bir dəyişiklik özəlliklə görə bilərik bu dönəm. Buğalarda isə bu 12-ci ev keçididir əsasən. 12-ci ev nədir? Gizli düşmənlərdir əsasında. Bu dönəm onlarda bir aydınlanma yaşanar. Köhnənin yorğunluqları, köhnənin ağırlıqları bu dönəm artıq bir terapiya ilə ortadan qalxa bilər, yenilənmə sürəci başlaya bilər. Çünki yeni ay başlanğıcdır. Əsasında biz görərik ki, yeni ay zamanlarında yenilənər, təbiət də yenilənər və insan da təbiətin bir parçası olaraq yenilənməyi seçər. Xüsusilə məsələn baxırıq ki, əkizlərdə bu sosial çevrədir, insanlardır, çevrəsidir, gələcək planlarıdır. Özəlliklə məsələn arzuları bu dönəm yüksələn əkizlərin reallaşmağa başlayar. Köhnədən əkdikləri toxumlar bəhrə verməyə başlayarlar. Xərçənglər özəlliklə bilirsiniz ki, evcil insanlardır. Əsasında onlar üçün ev, yuva, vətən, hətta Türkiyədə olanda mən deyirdilər vətən, millət, Sakarya, bu daha çox xərçənglərin mövzusudur. Amma burada bu dönəm karyera daha çox öne çıxacaq, daha çox işdə olmaq, daha çox... Bariz nümunədir də oturduğumuzda. Ümumiyyətlə status dəyişimi yaşaya bilərlər xərçənglərdə. Özəlliklə mən ətrafımda da bunu çox seyr edirəm. Bu dönəm ailə quran, evlənən, xərçəng yüksələnlər çoxdur. İnşallah. Şirlərdə bu uzaq yollardır, səfərlərdir, səyahətlərdir. Əsasında bir təhsil üçün səyahət edə bilər şirlər və yaxud da nə bilim bir tətil planlaması edə bilərlər, bir yerlərə gedə bilərlər. Təkliflərini irəli sürdü. Odur ki, hazırlaşın. Hazırlayın. Məsələn, yüksələn qızlar üçün bu dönəm daha bir həssas dövrdür, dərin transformasiya dövrüdür. Çünki 8-ci evdədir bu keçid. 8-ci ev əqrəbin evidir normalda və orada bir dərin transformasiya var. Xüsusilə məsələn puldur, borclardır, məsələn başqalarından alınan maliyyə qaynaqlarıdır. Onlarla əlaqəli daha diqqətli olmaları gerəkən bir dövrdədirlər. Məsələn, bir yüksələn qıza bu dövrdə kredit götürməyi məsləhət görməzdim.